olsa. Mədəniyyət məsələsini açıqlamaq istəyirəm ki, mədəniyyət əslində tərif etmək ki, mədəniyyət nədir? Mədəniyyətə lüğəvi məna versək, mədəni şəhər, ərəb dilində şəhər mənasında, sadəcə şəhərdə yaşayanlara mədəni insanlar deyirlər. Bu lüğəvi mənasıdır, amma mədəniyyətin terminoloji mənasına ensək əgər, mədəniyyət üç şeydən ibarətdir. Biz birinci dünyaya baxışımız olmalıdır. Dünyaya gələndən sonra biz bəzi şeyləri anlamağa çalışırıq. Və həmin anlamağa çalışanda dünya, xarici aləm barəsində, istər daxili aləm barəsində müxtəlif inanclarımız yaranır. Xarici aləm barəsində müxtəlif inanclarımız var. Və bu inanclardan daha sonra da dəyərlər törəyir. İnanclardan sonra dəyərlər gəlir. Və dəyərlərdən sonra da biz bu inanc və dəyərlərimiz artıq rəftarlarımıza keçid edilir. Müxtəlif əməllərimiz olur, müxtəlif rəftarları, işlər görürük. Və bu rəftarlar inanc və dəyərlərin necə deyək, törəməsidir, ondan doğur. Və bu üçü bir yerdə nədir?